Salam dostlar, kanalımızın izləyiciləri, hər bizi xoş gördük. Qədirxan bağından. Bu günləri sizə nəyi çəkirəm? Demək, bu günləri dekabrın 28-i 2025-ci il. Artıq şaxta var. Çöldə -3 dərəcə. Biz şitillərimizi dondan necə qorumaq istəyirik? Bu illəri biraz fərqli iş görmüşük. Görürsünüz. Şaxtanı. Demək bu qaydada. Bu bizim parnikimizdir. İndi bunu görən elə bilər ki, biz çiyələkdə milyonlar var, amma görün necə öz başımıza oyunlar açırıq. Demək parnikdir bir qat, ikinci qat və burada da bir qatımız var. Bu da akril, 42% akrildir. Bu da ştillərimizdir. Bu da bizim dərəcəmiz. Neçə dərəcədir? +2. Yəni bu o deməkdir ki, akril olmasa, bu qat olmasa, belə çəkilən əziyyətlər hamısı oda gedir. Görürsünüz, qıraqdan belə boşluq. Əlbəttə bu böyük rasxoddur. Təsəvvür edin ki, bir parnikdə 3 parnikin işini görürsünüz. Təkcə bu iş görməklə əmələ gəlmir. Bu klonkalar hər gün açıq bağlanmalıdır ki, boğulmasın. Bu bizə nə qazandırır? Avantaj odur ki, 15 gün bazara tez çıxmaq olur. 15 gün, o da həmən vaxtlar çiyələyi biraz baha satmaq olur. Nəzərə alsaq ki, əkin hamısı üst-üstə düşməsin deyə əkilən məhsulun 10 gün qabaq çıxartmaq bunların rasxodunu çıxardar. Nəticə Allaha məxsusdur. İndi biz bilmirik hələ bu qabaqdakı soyuqlarda necə olacaq, amma hal-hazırda çöldəki -3 dərəcədə, içəridə +2 var. Bu demək ki, 5 dərəcə fərqimiz var. Düşünürəm ki, bizdə maksimum 7-8 dərəcə olsa da, yəni 0.5 dərəcədə saxlayır. Çiyələk də 0-ın altına düşəndə don gülləri yandırır. Bu klonkadan sonra niyə bu akrili sərmişik? Onu da deyim sizə. Əslində bu klonka saxlayır. Bu klonka saxlayır şaxtan. Amma bu akrilin görürsünüz damcıları üstündə. Bu tərliyir, kondensat nəticəsində bu tərliyir, tökülür şitillərin üstünə. Amma bu akril var deyə şitillər görürsünüz quru qalıb. Bu da bizi nəmdən qabağa atır. Çiçəklənmədə çürümə olmur. Düzdür, Murano həssasdır çürüməyə. Çox həssasdır. Qış şitili deyil bir sözlə. Yayda çox gözəl effekt verir. Şimdi yeni gətirdiyimiz sort Karima. O həm qış həm də yay şitilidir. Bundan çox avantajdır. Yəni bu qaydada Karimada əkin olsa, bu qaydada qorunma olsa, bu vaxtlarda güclü məhsul yığmaq olur. Xeyirlisi olsun, dedim çəkim sizə göstərim. Maraqlı olar, eləmək istəyən eləyər bu qaydada. Görürsünüz klonkanın altına da keçir. Maroz var, altında da var. Bu qaydada var. Amma burada görürsünüz bu yoxdur. Hətta bunun üstü yox, içi tərziyib. Bu deməkdir ki, görürsünüz bu burası tərzəməyib, bura tərziyib. Bu qaydada. Şitillər sağlamdır. İçindən gələn güllər də davam eləyir. Düzdür, şitil streslə inkişaf edir, amma görək xeyrisi olsun. Bir təcrübədir inşallah. Sağ olun, kanalımıza abunə olmayı unutmayın. Gələn çəkilişə qədər.